Babamın atasıdır, Atatürk'ün Nuri Paşadır. Türk elə bir DTX-ı yoxladı, həqiqi də sənət. Papamın elə bir babasıdır. Bu da O hansı görevde olubdu? Atanızın babası? Mehmet Emin Rəsulzadə ilə 1918-ci ildə Türkiyəyə gedib, elə orada Ankara'da 28 May küçəsi var. Mehmet Emin Rəsulzadədən sonra elə bir ki papamın babası dəfn olunubdu. Elə bir ki, Adı necədir, kimliği? Mirziyev Murtuz. Mingəçevirdə bütün ətraf bölgədə bir vətənpərvər, cəsarətli xanım kimi tanıyırlar. Zaman zaman hətta Qarabağ Savaşı'nın müxtəlif dövrlərində həm istər arxa cəbhənin fəalı kimi tanınmışsınız, həm hətta ön cəbhədə döyüşlərin bəzilərində iştirak eləmişsiniz, yaralanmışsınız da, həyat yoldaşınızla bərabər iştirak eləmişsiniz, səhv eləmirəmsə. Yaxşı olar ki, qısaca daha böyük auditoriyaya özünüzü təqdim edərdiniz, daha yaxından tanıyardılar. Mən Tahirova Aygün Əbdülxalıq qızı 1964-cü ildə Mingəçevir şəhərində anadan olmuşam. Burada da böyüyüb başa çatmışam, burada da oxumuşam. Başlayaq o Qarabağ müharibəsinin ilk dönəmlərindən. Orada siz bilirəm ki, yəni sizi tanıyanlar da yaxından məlumatlıdır ki, o yardımların aparılmasında təşkilində fəallıq göstərmişsiniz və döyüşlərdən birində hətta yaralanmışsınız da, az öncə qeyd etdiyim kimi. Hansı döyüşdə? O döyüşü necə xatırlayırsınız? Elə bir 1992-ci ildə müharibə başlayanda mən yoldaşımla yardım aparırdıq. Biz elə bir ki, sonra Mingəçevirdə təlim keçdik, elə bir ki, kömək məqsədi ilə gedirdik. Aşağı Çarıq, yuxarı Çarıq, Həsənkaya, Qlobus, o istiqamətlərdə yardım aparırdıq. Sonra silah qıtlığı var idi, Ukraynadan, Rusiyadan silah gətirirdik, döyüş bölgələrinə verirdik. Bax, elə biz 92-ci ildə elə bir ki, Rusiyadan Azərbaycanlılar rəhmətə gedirdi. Mıtış rayonu var, orada Tatar qəbirstanlığı var. Orada Azərbaycanlıları dəfn edirdilər. Onun yerinə avtomat Kalaşnikovun, K-74-ün, K-45-in maqazinləri elə bil ki, da yığırdılar, güya tabut gətirirdik. Mənim yadımdadır, rəhmətli Şirin Mirzəyevə, Əsgəranda, Fredasivə, Ala Yaquba, Surət Hüseynovun batalyonuna, öz batalyonumuza yardım gətirirdik. 1992-ci ildə mən elə bir Sərkəngezdə yardım aparan zaman yaralandım başımdan. Sonra müharibə elə bir qutarmamışdan qabaqda sağalandan sonra yardım eləyirdim döyüş yoldaşlarıma. İkinci müharibədə Zəfər yürüyüşündə də, yəni həmin fəallığınızdan səhv eləmirəmsə diqqət mərkəzinə düşmüsünüz. Bu 44 günlük müharibədə də 27-si müharibə başlayanda mən 28-i sentyabrda komissarlığa getdim. Sadiq müəllimə dedim ki, mən 1-ci Qarabağ müharibəsinin döyüşçüsüyəm. Orada rəhmətli Xanbaba, Natiq qardaşımız vardı. Onlar da dedik ki, təsdiqlədi ki, Aygün bacı fəaldır da, bizə kömək eləyər. Elə bil ki, əskərlərimiz gedəndə onları mənəvi ruhlandırırdım. İdeoloji belə sahədə onlara yardım edirdiniz. Yardım eləyirdik, sonra maddi yardım eləyirdik. Elə olurdu ki, axşam aparırdılar döyüş bölgəsinə, həmən ailəyə biz gedib səhəri yardım eləyirdik. Körpə uşaq olan var idi. Mənə elə bil ki, Səbuhi qardaşımız var, jurnalist, onun qardaşı Səddam, sonra Elvin, bax bu bir aprel qazisi var, bir əli olmamağına baxmayaraq, bu mənə çox mənəvi dayaq durdu. Biz elə bil ki, bax bu maşın Voyenkomatda Xəllovun maşınıdır. Çox sağ olsun, gecə gündüz bilmirdi, bizlə kömək eləyirdi. Yardımların daşınmasından söhbət gedirdi. Bəli. Sonra elə bil ki, biz su qoşana elə bir Xanbaba ilə etap aparanda mən baxdım ki, yağış yağar, palatkanın için nəmdir. Biz də Hürşanda fermer təsərrüfatla məşğul idik. Oradan ot tayası da, ot presləri apardıq. Altdan otu salırdıq, üstəndə xalçanı. Bir gündə mən oğullarla qaldım orada. Elə bir mənəvi dayaq dururdum da.
Sonra Sizin o müharibədə iştirakınızla bağlı hətta kitab yazılıb, orada da sizin fəaliyyətiniz Bəli, barədə səhv eləmirəmsə. O nə vaxt o çap olunub? Müəllifi kimdir? Kitab necə adlanır? 44 günlük zəfər günü Əziz Sultanın kitabıdır. Nə vaxt işığınızı görüb? 1922-ci ildə işıq üzü görübdür, 22-ci ildə çap olunubdur. Bu mənim barəmdə elə bil ki, Əziz Sultana Müşfiq qardaşımız var, imamımız. O dedi ki, bu xanım döyüş bölgəsində də, şəhidlərin dəfnində də iştirak edib, böyük əməyi olub, gecə gündüz kömək edib. Sonra mənim yadımdadır ki, oktyabrın 4-ündə Mingəçevirə raket atıldı. Biz bu Alaqapıda mayor Əşrəf qardaşla 1-ci Qarabağ müharibəsindən tanıyırdım. Sonra Bərdənin hərbi hissəsindən əskərlər gəlmişdi burada, yardım eləyirdik. Sonra elə bil ki, oktyabrın 6-sında 1-ci Qarabağ döyüşçüsü Xanbaba qardaş zəng elədi ki, bacı hardasan? Dedim Alaqapıda, burada yardım edirəm, postayam. Gəldi, məni götürdü, biz Naftalana getdik. Şəhidləri gətirməkdən ötəri, dəfnində iştirak eləməkdən ötəri. Birdən mən nətərsə oldu, morqa girəsi oldum. Birdən inilti səsi oldu. Belə çöndüm, baxdım, hamısında çox özü tüklü idi. Çöndüm, baxdım, Nəcməddin, mən onu sonra tanımışam. Qucağıma aldım, arıq oğlan idi, çıxartdım, oradan həkimləri çağırdım ki, Xanbaba, dedim bu sağdır, dedilər. Ölü kimi oraya yerləşdirmişlər. Bəli, başından yaralanmışdı, sirkələdilər, naşaq. Hansı rayondan idi? Elə bil ki, Şəkidən idi, yoldaşı da Gülöşəli idi. Mən ondan sonra şəhərdə rastladım. Onun yana həyatda qalmasına bir növ səbəbkar oldunuz. O da gəldi Müşfiq qardaşa, elə bil ki, danışdı, şəhidlərin biz bulağın açılışında idi, illəri idi. Dedi ki, mən bibinin səbəbinə yaşayıram. Onlar başa düşmədi ki, o nə deməkdir. Dedi ki, bəs belə-belə, mən başımdan yaralanmışdım, morqda idim, bibi mənə kömək elədi. Siz həm də Turan sevdalısı kimi tanıyır. Bəli. Belə deyək ki, fəaliyyətinizə yaxından bələd olanlar, azdan çoxdan işiniz, fəaliyyətiniz haqqında eşidənlər. Bu Turan sevgisi ürəyinizdə nə vaxtdan hakim kəsilib? 92-ci ildən elə bil ki, Turan sevdası, bu Bozqurd, elə bil 92-ci ilin dekabrın 26-sında bu cəmiyyət yaranandan elə bil ki, mənə türkçülüyə, həm də ulu babam Türkiyədə dəfn oldu. Papamın dayısı danışırdı. O ki, belə bizim kökümüz hardandı da, tariximiz hardandı. Sonra həmən papamın... Anadolu türklərindəndirmi, yoxsa Azərbaycan? Azərbaycan türkləri. Elə bil ki, Zərdabın Əlvənd kəndindəndir. Mənim atamın ana tərəfi də. Bir dəfə dayım söhbət elədi, şəkili də verdi mənə ki, Aygün, bu bizim ulu babamızdır da. Murtuz Mirzəyev öz oğlunu da babasının adını qoymuşdu. Nə işə baxıb o babanız, ulu babanız? Elə bir ki, döyüşçü idi. Nuri Paşa elə bir bizi köməyə gələndə bu Şamaxı tərəfdən, Qurd qapısı tərəfdə döyüşüb. Sonra Məmməd Əmin Rəsulzadə ilə dostluq olubdu. 1918-ci ildə Lahıc, elə bir İsmailin Lahıc kəndində gizlənibdir. Oradan kömək eləyiblər atla, çayın qırağınla. Gəliblər Gəncəyə, Gəncədən Gürcüstana, Batumi, elə Türkiyədə. Yəni orada da yaşayıb dünyasını dəyişib. Orada da bəli, orada da dəfn olunub. Sonra Türk səfirliyindən gəldilər. Elə bil ki, maraqlandılar, elədilər. Bu indi görəvi bitibdir. Cahid bəy çox sağ olsun. Gəldi, maraqlandı, mən çağırdı səfirliyə, bura konsulluğa çağırdılar, maraqlandılar. Bax, təsadüfən sizə sual ünvanlamadım ki, nə vaxtdan sizin ürəyinizdə Türk tarixinə, belə deyək ki, məhəbbət, Türk incəsənətinə, Türk mədəniyyətinə, Türk tarixinə sevgi oyanıbdır qəlbinizə, hakim kəsilib. Təbii ki, özünü Türkiyə hesab edən hər kəs üçün bu tarix, bu mədəniyyət dəyəridir. Amma indi siz o dərnəyin ən fəallarından biri kimi
təbliğat, təşviqat işləri də aparırsınız, yetişməkdə olan gənc nəslə milli dəyərlərimizi aşılayırsınız, sevdirirsiniz. Bu mənada sabah da belə deyək, özünüzə yəqin ki, hesabat verəndə, bugün yaxud sabah hesabat verəndə yəqin sual edirsiniz. Nədən bu yoldasınız? Nədən sizin üçün bu yol önəmlidir bir Türk xanımı olaraq? Türk xanımı ümumiyyətlə sizin üçün nə deməkdir? Türk xanımı o deməkdir ki, vətənini sevən, ailəsini sevən. Mən bu yolda ona görə bu yoldayam ki, mən vətənimi sevirəm, torpağımı sevirəm. Mən bütün analara, bacılara bu beynəlxalq 8 mart gününü təbrik eləyirəm. Allah onların canını sağ eləsin. Biz vətənimizi sevməliyik, turançı olmalıyıq. Onu bilirəm.